Salam, hər vaxtınız xeyir olsun. Gündəm verilişinin dəyərli izləyiciləri, sizləri salamlayırıq, xoş gördük. Dəyərli izləyicilər, hazırda mövzumuz bizim milli mədəniyyətimizin inkişafında və incəsənətimizə göstərilən xidmətlərdə daha böyük fəaliyyəti olan Turan Musiqi qrupundan biz bəhs edəcək verilişimiz. Verilişimizin qonağı isə Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə birgə əməkdaşlıq edən Turan Musiqi qrupunun aparıcısı Surxay Məmməd verilişimizdədir. Xoş gördük sizi Surxay müəllim, xoş gəlmisiniz verilişimizə. Surxay müəllim, ümumiyyətlə sizin Turan Musiqi qrupu nə zaman yaranıb, fəaliyyəti nədən ibarətdir və musiqi, milli mədəniyyətimizin inkişafına bugünə qədər hansı töhfələri vermisiniz? İstərdim ki, bu barədə söhbət edək. Bəli, Turan Musiqi qrupu hər birimizin bildiyi kimi Turan dövlətləri arasında Azərbaycan musiqisini tanıtmaq məqsədi ilə və türk dilli dövlətlərin Azərbaycan musiqisinin milli mənəvi dəyərlərini tanımağı üçün biz bu qrupu yaratdıq və qrupun yaranması 2023-cü ildə yarandı. Elşad Ələkbərov tərəfindən yaradılıbdır. Əvvəlcə Elşad Ələkbərovu buradan salamlayıram, xoş gördük. Təşəkkür edirsiniz ki, yəni belə bir qrupda doğrudan da 2023-cü ildə yarandı və ölkədə olan fəaliyyətlərindən mən sizlərə danışmaq istəyirəm və tamaşaçılarımıza məlumat vermək istəyirəm. Turan Musiqi qrupu 2023-cü ildə yarandı və eyni zamanda Göygöl şəhərində bir neçə tədbirlərdə və eyni zamanda yaylaq festivallarında oldu. Yaylaq festival 3 il ard-arda festivalların iştirakçısı oldu və həmən zamanlarda Bilal Ərdoğanın gəlişini də elə Turan Musiqi qrupu qarşıladı. Nə gözəl. Bəli, Turan Musiqi qrupu qarşıladı və bir neçə eyni zamanda, eyni illərdə dövlətimizin bir neçə tədbirlərində də iştirak etdi. El-Sahili hərbi hissələrdə əsgərlərimizin könlünü feyzab etmək üçün musiqilər səsləndirildi və öz növbəsində yüksək səviyyədə necə deyərlər, musiqilər səsləndirdilər. Və son zamanlar 2025-ci ildə isə yeni il tədbiri ilə bağlı Xankəndi şəhərində bizim çıxışlarımız oldu. O çıxışlarımızın da səbəbkarları eyni zamanda Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbəri Nail Məmmədov tərəfindən tərəfindən bizə dəstək göstərildi və dövlət tədbirlərində iştirak etməyimiz üçün əlindən gələni etdi bizim üçün. Çox sağ olsun. Buradan elə Nail müəllimi də salamlayıram. Turan Musiqi qrupu adından təşəkkürümüzü bildirirəm. Ümumiyyətlə, bugün siz dediniz ki, yəni hazırki Turan qrupunun fəaliyyətindən danışdınız və bu festivallarda hansı daha çox, yəni növbəti festivallarda siz iştirak etdiniz? Bax, onları bizə bildirərdiniz, yəni tamaşaçılarımız üçün də maraqlı olar. Festivallarla bağlı, yəni tədbirlərlə bağlı, hansı tədbirlərdə iştirak etdiniz? Məsələn, Yaylaq Festivalının açılışlarında, Göygöl şəhərində keçirilən Yaylaq Festivalının 3 ildir ki, açılışlarında elə Turan Musiqi qrupu öz fəaliyyətini göstərir. Turan Bənd qrupu var, məsələn, yenə digər musiqilərimiz var, məsələn, belə deyim, saksafon qrupudur, ritm qruplarımızdır, rəqs qruplarımızdır. Bəli, dövlət tədbirlərində bunlar iştirak edir və özlərini yüksək səviyyədə musiqilərimizi səsləndirirlər və yenə də cəmiyyətimizə çatdırırlar. Gənclərimizi bəhrələndirmək üçün, Azərbaycan musiqisini daha da dərindən mənimsəmək üçün nə gəlir əlimizdən edirik.
Turan Musiki grubuna alkışlarınızı bekliyorum. Teşekkürler. Turan elinde. Şarkı baksın, milli musikiler. Surxay müəllim, az öncə siz Xankəndində keçirilən tədbirlə bağlı danışdınız. Sadəcə ötəri keçdi. Mən istəyərdim ki, ümumiyyətlə Xankəndində keçirilən bu tədbirlərlə bağlı, onun mahiyyəti ilə bağlı biraz açıqlama verəsiniz. Tamaşaçılara maraqlı olar. Bəli. Əvvəlcə mən Azərbaycan Respublikasının Ali Baş Komandanını buradan salamlayırıq. Qrupumuz adından salamlayıram. Çox sağ olsun ki, bizlərə bu gözəllikləri, bu Yaşatdığı üçün. ruh yüksəkliyini bizlərə yaşatdı. Canı qanı bahasına bizlərə Qarabağı bəxş edən şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə can sağlığı arzu edirik və Allah Azərbaycan Respublikasının Ali Baş Komandanını qorusun. Və öz növbəmdə mən bunu demək istəyərdim ki, biz əvvəllər bir ağır təbəssümlə gözləyirdik ki, Qarabağ alınsın, biz nə vaxtsa o torpaqlarda gedək, öz belə deyim, əziyyətimizi, musiqimizi səsləndirək, milli mənəvi dəyərlərimizi orada yüksək səviyyədə göstəricisi olaq. Bu günə min şükür ki, biz 44 günlük müharibədə zəfər qələbəsini qazandıq və bu gün biz musiqilərimizi yox, hətta özümüz belə ruh yüksəkliyi ilə o torpaqlarda gəzirik və musiqilərimizi də yüksək səviyyədə səsləndiririk. Təqdim edirsiniz. Bəli, təqdim edirik. Bizim bu son zamanki tədbirimizlə bağlı məsələ əgər deyildisə, mən onu da sizin nəzərinizə çatdırım ki, və tamaşaçılarımızın diqqətinə çatdırım ki, yeni il tədbiri ilə bağlı dekabrın 2025-ci il dekabrın 29-da keçirilən tədbirdə yenə az öncə dediyim kimi Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Turan Musiqi qrupu o tədbirin açılışını biz etdik. Turan Musiqi qrupu olaraq biz etdik və orada da bir neçə belə deyim, ölkə nümayəndələrindən iştirak etmişdi. Onlar da bizi yüksək səviyyədə qarşıladılar. Çox sağ olsunlar. Xüsusilə Türkiyənin. Xüsusilə də bizim Türkiyədən də nümayəndələrdən var idi. Çox sağ olsunlar və Qarabağda belə deyək, turistlər deyək də, turistlərimiz də var idi Xankəndində və biz orada nəinki musiqimizi səsləndirmək, eyni zamanda qonaqlarımıza, Qarabağda, Xankəndində yaşayan qonaqlarımıza, həmyerlilərimizə bir daha yeni şənliyini daha da şən keçməsi üçün şərait yaratıb musiqilərimizi səsləndirdik.
müəllim, bildiyimiz qədərilə siz Turan musiqi qrupu olaraq bugün digər rayonlarda da əməkdaşlıq etdiyiniz, belə deyək, fəaliyyət göstərdiyiniz əməkdaşlar var. İstəyərdim ki, bax bununla bağlı da bizə məlumat verəsiniz. Yəni Bəli, Səadət xanım. bu hansı, yəni bu fəaliyyətin ümumiyyətlə digər regionlarla əlaqələr, əməkdaşlıq etmək, oradakı əməkdaşlar, bax onlar kimlərdir? Bax onun haqqında zəhmət olmasa. Səadət xanım, az öncə dediyim kimi Turan musiqi qrupunun bədii rəhbəri, direktoru Elşad Ələkbərov çox sağ olsun ki, Turan musiqi qrupunu belə deyək, loru dildə deyək, şaxələnmiş formada Respublikamızın digər rayonlarında, digər bölgələrində, şəhərlərimizdə nəhayət ki, yetəri qədər musiqi kolleksiyası yaradıbdır. Və bu kolleksiyadan elə Gəncə şəhərində olduğu kimi Bakı şəhərində də bədii rəhbərimiz var. Gözəl, dəyərli ustadımız, hörmətli sənətkar Nizami Əsgərov Bakı şəhərində Turan musiqi qrupunun bədii rəhbəridir və fürsətdən istifadə edib elə mən Nizami müəllimi də salamlayıram buradan və eyni zamanda təbrik edirəm doğum günü münasibətilə. Bu gün Nizami müəllimin doğum günüdür. O gün münasibətilə də Turan musiqi qrupu adından da Nizami müəllimi təbrik edirəm. Biz də sizin təbriklərə qoşuluruq. Elə dünən də bizim Nizami müəllim efirimizdə qonaq idi. Biz də öz kollektivimiz adından elə bugün onun ad günü münasibətilə təbrik edirik. Can sağlığı, uzun ömür və mədəniyyətimizə, incəsənətimizə böyük töhfələr verən görkəmli sənətkarımızı, bəstəkarımızı buradan salamlayırıq, bağrımıza basırıq. Nə yaxşı ki, varsınız, böyük sənətkar. Buyurun. Turan musiqi qrupunun eyni bizdən bir kollektivdə işləyən yeni bədii rəhbəri Şahmirzə Məmmədovu da buradan salamlayıram və Nağara Ritim qrupu deyək. Nağara Ritim qrupunda yəni öz töhfələrini əsirgəməyən, yüksək səviyyədə iştirak edən Tural Abuşovu da buradan salamlayıram. Eyni zamanda Turan musiqi qrupunun fəxri üzvü Azərbaycan Respublikasının əməkdar xalq artisti, əməkdar artist Ənvər Sadıqov da buradan salamlayıram. Öz növbəmdə təşəkkürümüzü bildirəm. Turan musiqi qrupu adından da salamlayıram. Çox sağ olsun ki, Turan musiqi qrupuna dəyər verib bizimlə bir əməkdaşlıq edir və bizim qrupun fəxri üzvü olaraq iştirak edir. Və bizim demək olar ki, ölkədə, regionlarımızda, Respublikamızın hər bir şəhərindəmi, rayonundamı, yəni bu qrupumuzun üzvləri var və kollektiv olaraq fəaliyyətimizi göstəririk. Çox maraqlı müsahibəniz üçün biz sizə təşəkkür edirik və eyni zamanda bugün həqiqətən milli mədəniyyətimizin inkişafında, incəsənətimizin inkişafında, milli dəyərlərimizin inkişafında xidməti olan bütün incəsənət ustadlarına belə təşəkkür edirik ki, doğrudan da çox böyük əməyiniz, xidmətləriniz var və Turan qrupunun rəhbəri Elşad müəllim Ələkbərova xüsusilə təşəkkür edirik ki, doğrudan da belə bir qrupu yaradıb. Çünki bu elə də asan iş deyil. Yəni belə bir böyük bir qrupu yaradıb və eyni zamanda Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə birgə fəaliyyət göstərərək Azərbaycandan kənarda digər türk dilli dövlətlərdə belə Azərbaycanın milli mədəniyyətini inkişafında fəaliyyət göstərmək və onlara göstərmək ki, baxın bizim mədəniyyətimiz, incəsənətimiz və onların inkişafında belə bir sənətkarların xidmətini göstərmək əlbəttə ki, bir Azərbaycan üçün, bir dövlətçiliyimiz üçün çox böyük töhfədir, böyük bir töhfədir. Azərbaycanlıların Dünya Azərbaycan Həmrəli Günü münasibətində təbrik edirəm. Qarşıdan gələn yeni illərini təbrik edirəm və bizim Turan qrupu olaraq bir amalımız, bir məqsədimiz var. Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə qulluq eləmək və çalışırıq ki, vətənimizdə və digər vətəndən kənarda da bu təbliğatı davam etdirək. Biz öz işimizlə, öz əməlimizlə xalqımıza çalışır daim dəstək olaq. Həm Ali Baş Komandan başda olmaqla bütün
Azərbaycan sevərləri, bütün Türk dünyasını salamlayıram. Allah şəhidlərimizə rəhmət eləsin. Yerdə qalan bütün xalqımıza can sağlığı, xoş günlər. Dəyərli izləyicilər, hazırda siz sujeti izlədiniz və bir qədər əvvəl və eyni zamanda efirdə siz hər biriniz görürsünüz 055 670 65 57 nömrəsi Turan Musiqi qrupunun əlaqə nömrələridir və əgər sizə lazımdırsa el şənliklərində və digər dövlət tədbirlərində, yəni Turan Musiqi qrupunun iştirak etməsi, onda elə bu əlaqə nömrələri ilə əlaqə saxlayıb yəni iştirak etmək üçün dəvət edə bilərsiniz. Dəyərli izləyicilər, mən sizin nəzərinizə çatdırım ki, artıq verilişimiz sona çatır və mən eyni zamanda bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm və Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə birgə əməkdaşlıq edən Turan Musiqi qrupunun aparıcısı Surxay Məmməd bizim efirin qonağı idi və sağ olun, sağlıqla qalın.